Salam əziz və dəyərli valideynlər. Ümid edirik ki, hər biriniz yaxşısınız. Əgər hal-hazırda bu videonu izləyirsinizsə, demək ki, övladınızın həyatında böyük bir dəyişiklik etmək istəyirsiniz. Bu videoda sizə FLAP haqqında dəyərli məlumatlar ötürməyə çalışacağam və kiçik bir təqdimat edəcəm. Bu prosesə başlamazdan öncə gəlin sizə özümü təqdim edim. Mən Bahar Nəhmətova, FLAP layihəsində koordinator və eyni zamanda fasilitatoram. Fasilitator hissəsini isə təqdimat hissəsində geniş şəkildə izah edəcəm. Təqdimata başlamazdan öncə sizə bir sual ünvanlamaq istəyirəm. Bir valideyn olaraq övladınızın həyatında məktəbdən kənar hansı bacarıqların inkişafına ehtiyac duyursunuz? Bu sualı özünüzə ünvanlayın və cavabını da verin. Daha sonra isə təqdimat hissəsinə keçid edək. FLAP proqramı nədir? Bu sualın geniş şəkildə izahını sizə verməzdən öncə qısa şəkildə bu prosesin niyə şagirdlər üçün əhəmiyyətli olduğunu izah etməyə çalışacağam. Düşünün ki, bir şagird məktəb həyatı var və eyni zamanda dost həyatı, ailə həyatı və digər olduğu mühitlər var. Və bir şagirdin yetişməsi üçün onun olduğu mühitin, onun olduğu çevrənin onun həyatında ciddi bir rolu var. Orada öyrəndiyi biliklər, təcrübələr, bacarıqlar həqiqətən onun bugününə və sabahına ciddi şəkildə təsir edir. Və hal-hazırda, yəni 21-ci əsrdə əvvəlki əsrlərdən fərqlənən müəyyən nüanslar var. Öncəki dönəmlərdə bizlər üçün, belə deyək, texniki biliklər dediyimizdə universitet və məktəbdə öyrəndiyimiz bacarıqlar və biliklər bizim üçün kifayət edirdisə, hal-hazırda şagirdlərin həyatında bu bacarıqlar kifayət eləmir. Özünüz də müşahidə edirsiniz. Onların daha yaxşı ünsiyyət qurmasına, özünü lider olaraq yetişdirməsinə, öz məsuliyyətlərini özünün anlayıb onları yerinə yetirməsinə ciddi şəkildə ehtiyac duyuruq. Və məhz bu bacarıqların inkişafı üçün də bizlər çalışırıq. Belə qeyd edək ki, məktəb həyatı onsuz öz fəaliyyətini lazımınca yerinə yetirir. Şagirdlərə o bilikləri kifayət qədər ötürməyə çalışır. Və şagirdlərin daha yaxşı şəkildə formalaşması üçün həm məktəb həyatı, həm valideynlər, həm də digər dəstəkləyici amillər olmalıdır. Və dəstəkləyici amillər olaraq da biz buradayıq. Şagirdlərin liderlik, emosional zəka, əməkdaşlıq, komanda işi, özünü ifadə, qrup arasındakı belə deyək, koordinasiyanın qurması və digər bacarıqların daha yaxşı inkişaf olunması və şagirdin həqiqətən həyatının bir lider olaraq yetişməsi üçün müəyyən, belə deyək, təlim standartlarımız var və həmin təlim standartlarına uyğun da biz şagirdlərlə kommunikasiyada və ünsiyyətdə oluruq. Gəlin indi əsas suala keçək. FLAP proqramı nədir? FLAP proqramı 6-9-cu sinif şagirdlər üçün nəzərdə tutulmuş İnkişaf proqramıdır. Bu inkişaf proqramında yumşaq bacarıqlar hissəsinə daha çox fokuslanırıq. Yumşaq bacarıqlar nədir? Şagirdlərin öncədə saydığım kimi liderlik, əməkdaşlıq, özünü ifadə, qərar vermə, problem həll etmə, yaradıcılıq və digər bu bacarıqları həmin yumşaq bacarıqların ki, soft skills hissəsinə daxildir. FLAP proqramı şagirdlərin potensialını daha yaxşı şəkildə ortaya çıxarması üçün həmçinin dürüstlük, etika, professionallıq, məsuliyyət və digər xüsusiyyətləri özündə mükəmməl şəkildə inkişaf etdirə bilməsi üçün bir proqramdır. FLAP proqramının məqsəd, missiya və dəyərlər hissəsinə gəldiyimiz zaman isə qısa şəkildə bunu sizə ötürməyə çalışacağım. Öncə də qeyd etdiyim kimi FLAP proqramının məqsədi şagirdlərin yumşaq bacarıqlarını inkişaf etdirmək, öz potensiallarını kəşf etmək, bugünün və gələcəyin lideri olaraq yetişməsini təmin etməkdir. Həmçinin missiyamız da buna dayanır. Dəyərlər hissəsinə gəldiyimiz zaman isə FLAP proqramı 4 təməl dəyər üzərində formalaşıb ki, bu 4 təməl həm komanda daxilində, həm şagirdlərlə ünsiyyətdə, həmçinin şagirdlərin öz komandasına da keçərlidir. Bu 4 dəyər bunlardır: dürüstlük, etika, professionallıq və məsuliyyət. Proses müddətində bu 4 dəyərin qorunmasına və bu yolun izlənməsinə ciddi şəkildə nəzarət edirik. Ən önəmli hissələrdən biri olan FLAP proqramının strukturu nədir və nəyə əsasən işləyir, gedişatı necədir? Proqram təməldə 9 ayı əhatə edən bir inkişaf proqramıdır və ildə bir dəfə belə deyək, bu proses həyata keçirilir. 9 aylıq inkişaf proqramıdır və bu 9 aylıq inkişaf proqramını 3 fəsillərə bölünür. Yəni ki, 3 ay, 3 ay, 3 ay olmaqla 3 hissəyə bölünür. Bu zaman artıq şagirdlərdə ümumiyyətlə qrup daxilində yenilənmələr olur, yeni şagirdlər qrupa daxil olur və bu zaman sanki kiçik bir bölgülər edirik. 3 aya əsasən müəyyən imtahanlar keçiririk və 9 aylıq prosesdə 36 fərqli təlim başlığı vardır. Və bu təlim başlıqlarını ötürən, şagirdlərə ötürən şəxslər isə ekspertlərdir. Biz onları ekspertlər adlandırırıq. Və həqiqətən ekspertlər öz işində, peşəsində, ixtisasında professional olan, mütəxəssis olan şəxslərdir. Məsələn, buna nümunə göstərə bilərəm ki, əgər bir biznes etikası mövzumuz, təlimimiz varsa, həmin təlimcimiz də həqiqətən biznesi olan, amma özdə dərin və təcrübə və biliklərə sahib bir şəxs olur. İndi isə gəlin 9 aylıq inkişaf proqramının hər ay içəriyinə baxaq. Belə ki, bir ay strukturunu izah edəcəm və digər ay strukturlarda ona əsasən gedir, amma təlim mövzuları təbii ki, dəyişə bilir. Ay ərzində şagirdlər 4
fərqli mövzuda webinar və 4 fərqli mövzuda workshop görürlər. Webinar workshop nədir? Webinarlar təlimçinin çıxışı ilə gedən interaktiv bir təlim prosesi olur. Workshoplar isə artıq müəyyən koordinasiya və suallar interaktiv prosesdə gedən şagirdlərin müzakirə edə biləcəyi bir praktik proses olur. Bundan əlavə ayda bir dəfə fərdi və ayda bir dəfə komanda şəklində olan fasilitator dəstəyi görürlər. Biz hər dəfə şagirdlərə resurslar göndərilir. Resurslar nədir? Mövzunu daha çox dəstəkləyən videolar, bloqlar, filmlər, kitablar, tövsiyə şəxslər, həmçinin tövsiyə tapşırığı da göndərilir ki, şagirdlər bu tapşırığı praktik olaraq həyatlarında təcrübə edib və daha çox onu mənimsəyirlər. Fasilitator kimdir və övladınıza necə bir dəstək ola bilər? Belə ki, proqramın inkişafı müddətində sadəcə webinar və workshoplar kifayət etmir. Şagirdlərə özəl və xüsusi dəstək də göstərilir. Onların prosesi daha yaxşı şəkildə anlaması, prosesi daha yaxşı şəkildə adaptasiya ola bilməsi, düzgün dost çevrəsi ilə əhatələnməsi, yaşadığı problemləri daha rahat şəkildə həll edə bilməsi və digər dəstəkləri ötürmək məqsədi ilə fasilitatorlarımız var ki, şagirdlər müəyyən qruplara bölünür. Ay ərzində fasilitatorlarımız şagirdləri həm fərdi şəkildə, həm də komanda şəklində maraqlanır və özəl dəstək göstərir. Nəticə olaraq ay sonunda isə şagirdlər aylıq imtahan olunur, burada KAHALK imtahanı olunur və eyni zamanda şagirdlər ayın bütün mövzularını əhatə edəcək bir qrup işi işləyirlər və onu bizə təqdim edirlər və topladığımız zaman artıq şagirdlər ay ərzində hansı bacarıqları qazanırlar desək, 4 webinar, 4 workshop, fərdi və komanda şəklində olan fasilitator dəstəyi, resurslar, aylıq imtahan, KAHOK və təqdimat edirlər. Bu aylıq prosesdir ki, aylıq proses standart olaraq digər aylarda da eyni şəkildə təqdim olunur, lakin mövzular tamamilə fərqli olur, yəni 36 fərqli mövzu vardır. Bundan əlavə biz şagirdlərə self-assessment checklist deyə bir cədvəl təqdim edirik ki, bu zaman şagirdlər öz davamiyyət cədvəllərini özləri tənzimləyə bilirlər, iştirak etdiyi workshop webinarları, istifadə etdiyi resursları dəyərləndirib ölçə bilirlər. Bundan əlavə hər həftə sonu biz şagirdlərdən belə deyək, feedback, geri dönüş, rəy cədvəl alırıq. Şagirdlər artıq orada analiz etmə, rəy bildirmə bacarıqlarını inkişaf etdirirlər. Və soruşa bilərsiniz ki, övladım bu proqramda hansı bacarıqlarını inkişaf etdirəcək? Gəlin sizə həmin bacarıqlar siyahısını təqdim edək. Bu proses müddətində şagirdlər liderlik, komanda işi, təqdim etmə, sosiallıq, qeyd tutma, sual vermə, ünsiyyət, müzakirə, hesabatlıq, özünü ifadə, dinləmə və digital bacarıqlarını yüksək şəkildə inkişaf etdirəcək. Prosesin keçirilmə standartı belədir ki, proses 9 aylıq proses tamamilə onlayn şəkildədir və hər həftənin birinci günü webinar, 5-ci gün isə workshop keçirilir. Birinci gün 20:00 Azərbaycan saatı ilə 20:00 saat 8-də, həmçinin 5-ci gün Azərbaycan saatı ilə 20:00 saat 8-də baş tutur. Görüşlərimizin standart vaxtı 1 saat 30 dəqiqədir. Təbii ki, bəzən bu uzana bilir, müəyyən rəylər, suallar nəticəsində uzana bilir, amma standart olaraq belədir. Həftənin digər günləri isə şagirdlər üçün heç bir onlayn görüş keçirilmir. Sadəcə biz onlara müəyyən, öncə də qeyd etdiyim kimi, resursları, sualları və feedback formumuzu göndərdik ki, artıq burada şagirdlər həm rəy vermə, həm analiz etmə bacarıqlarını inkişaf etdirmiş olurlar. Proqram müddətində professional ekspertlərimiz hissəsinə gəldiyimiz zaman isə belə qeyd edə bilərik ki, 20-dən çox ekspertimiz vardır və hər bir ekspertin öz mövzusu vardır. Bəzən ola bilər ki, bir ekspert bir neçə mövzunu şagirdlərə təqdim edə bilir. Və prosesin sonunda təbii ki, şagirdlər yumşaq bacarıqlarını inkişaf etdirəcək. Bundan əlavə isə biz onların bu prosesdəki iştirakını təsdiqləmək məqsədi ilə onlara sertifikat və diplomlar təqdim edəcək ki, hər birdə müəyyən strukturlara əsasən şagirdlərə təqdim olunur. Son olaraq yekunlaşdırmaq gərəkirsə, şagirdlər bu prosesdə webinarlar, workshoplar, resurslar, fasilitator dəstəyi və ən əsaslısı sağlam çevrə və mühitlə tanış olacaqlar. Çünki biz prosesdə şagirdlərə deyirik ki, hər birimiz dəyərliyik, hər birimiz özəlik və onlara xüsusi bir yanaşma göstəririk təbii ki. Bundan əlavə deyirik ki, biz hər birimiz öyrənməyin və öyrətməyin bir parçasıyıq. İstər təlimçilərimiz olsun, istər şagirdlərimiz, istərsə də komanda üzvlərimiz bir-birimizdən davamlı şəkildə öyrənirik və bu şagirdlərə ciddi şəkildə müsbət təsir göstərir. Onlar sağlam bir mühitdə olduğu zaman onların yanaşmaları, düşüncələri, bacarıq və qabiliyyətləri digər şəkildə inkişaf edir və öz potensiallarını daha yaxşı şəkildə kəşf edə bilirlər. Əziz valideynlər, bu videonun sonudur. Bu qədər videonu izlədiyiniz üçün təşəkkür edirəm və ümid edirəm ki, sizin də övladınızın yolu bizimlə kəsişər. İzlədiyiniz üçün təşəkkür edirik. Hörmətlə, Flag komandası.